Göygöl, 100 illərdir qorunan əvəzsiz bir ərazi. Qış daima burada çox sərt keçir. Buna baxmayaraq, sərt qışın da, meşənin də daimi sakinləri var. Qabanlar bu meşələrdə ac qalmır. Onlar bitki kökləri, toxumları, bəzən də tələf olmuş heyvan qalıqları ilə qidalanırlar. Sərt qış və çətin şəraitə uyğunlaşan bu heyvanlar təbiətdə qida zəncirində önəmli rol oynayır. Meşələrdə, talalarda onların şumladığı yerləri tez-tez görürük. Əsasən sürü halında yaşayırlar. Son bir neçə ildə saylarının artdığı müşahidə olunur. Yerdən qurulan kamera görüntülərində onların bədən ölçüləri, cüssələri açıq-aydın görünür. Həm də bütün fərdlərin sağlam və gümrah olduğu müşahidə olunur. Bütün bunlar ciddi mühafizə sayəsində var olmaqdadır. Növbəti videolarımızda bu keçidlərdən təkcə qabanların istifadə etmədiyini görəcəyik.